Bir neçə gün əvvəl ölkə başçısı Prezident İlham Əliyev su təchizatının təkmilləşdirilməsi məqsədi ilə müşavirə keçirib və həmin müşavirədə Azərbaycan Dövlət Su Agentliyinin sədri Zaur Mikayılov və digər aidiyyatı şəxslər də iştirak ediblər və prezidentə hesabat təqdim ediblər ki, bəs hazırda Bakının fasiləsiz su təminatı 70%-dir. İlk növbədə bir paytaxt üçün, Azərbaycanın paytaxtı üçün bu 70% fasiləsiz su təminatı həqiqətən də aşağı bir rəqəmdir, biabırçı bir rəqəmdir. Bu deməkdir ki, Bakının 30%-i, hələ rəsmi rəqəmlər inansaq, daimi sula təmin olunmurlar. Bu özü bir ayrıca bir biabırçılıqdır, ayrıca bir nöqsandır, ayrıca bir uğursuzluqdur. Amma başqa bir faciəvi bir durum isə odur ki, həmən bu Dövlət Su Agentliyi, köhnə adı ilə Azərsu, 2017-ci ildə açıqlama vermişdi ki, bəs Azərbaycanın, ya daha doğrusu Bakının 81%-i fasiləsiz sunan təmin olunur. Deməli, 2017-ci ildə 81% sunan təmin olunurdu fasiləsiz. Hazırda isə 81%-in yerinə 70%. Yəni 11% geriləmişik. 11% geri addım atmışıq. Yaxşı, bəs bu nəyə görə baş verib? Bunun səbəbi nədir? Sizə görə, sizin məsuliyyətsiz, səriştəsiz fəaliyyətinizə görə Azərbaycan sakinləri, Bakı sakinləri əziyyət çəkməlidir. Yəni bunun iki yolu var, iki seçimi var. Ya siz doğru düzgün iş görə bilməmisiniz, işləməmisiniz ki, belə bir geriləmə var və yaxud da ki, rəqəmlərlə oynayırsınız, yalandan gündə bir rəqəm səsləndirirsiniz. Və bu ikinci versiyanın olma ehtimalı da daha yüksəkdir. Çünki başqa bir hökumətin qurumu, İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti isə 2025-ci ildə, yəni cəmi bir il öncə, yəni çox uzaq tarixə getmirəm, 2017-2020-ci tarixlərə getmirəm, cəmi bir il öncə açıqlama vermişdi ki, yenə də eyni açıqlama vermişdi ki, bəs Bakı şəhərinin fasiləsiz su təminatı 81%-dir. Yəni baxın, bir il bundan qabaq 81% idi, yenə də hazırda isə 70%-dir. Ya siz yalan danışırsınız, prezidenti də aldadırsınız, prezidentə də yanlış məlumat verirsiniz, ya da ki, bu bir il ərzində, 2 il ərzində, 3 il ərzində o qədər səriştəsiz iş görmüşsünüz ki, ölkəmiz, Bakımız, paytaxtımız daha da inkişaf etməkdənsə geriyə addım atıb. İndi bunu artıq özünüz qərarlaşdırın. Hansı versiya sizə uyğundursa, o versiyanı da qəbul eləyin. Amma mənə bir dənə də burada bir nə maraqlıdır. Bax, bizim Azərbaycanda özlərini müstəqil sayan bəzi media qurumları var, media patronları var. Gecə-gündüz, nə bilim, Fransanı dağıdırlar, Almaniyanı batırırlar, Venezuelaya demokratiya gətirirlər, İranda molla rejimindən necə qurtulmaq olar, onu geniş-geniş analiz eləyirlər. Baxın, analiz eləmək istəyirsə, bu məsələni analiz eləyin. Gedin Azərsunun rəhbərini tutun, yaxasından yapışın, deyin ki, bəs siz bir il əvvəl, 3 il əvvəl demişsiniz ki, 81%-dən Bakımız sunan təmin olunur fasiləsiz, indi isə deyirsiniz ki, 70%-dir. Niyə yalan danışırsınız və yaxud da ki, niyə bu cür geriləmə var? 11% geriləmənin səbəbi nədir? Çıxın, cəmaata, xalqa izahat verin. Yəni bunu demək lazımdır. Yoxsa İran belə getdi, molla rejimi belə oldu. Yəni mən buradan bu jurnalistlərə də, o saxta jurnalistlərə də, nə bilim, bəzən TikTokda özlərini artıq fenomen adlandırırlar, özlərinin ağır çəkili olduqlarını bildirirlər. Yəni əgər jurnalistsə, əlinizə mikrofonu götürün, gedin bu dəqiqə elə Azərsunun qabağına və birbaşa Zaur Mikayilovdan, yəni orada hansısa bir şöbə müdürünün mavinindən yox, birbaşa Zaur Mikayilovdan bu problemin səbəbini soruşun.